sifəti əvəz edən nitq hissəsinə əvəzlik deyilir və əvəzliyin 11 növü var. Bunlardan birincisi şəxs əvəzlikləridir və şəxs əvəzliklərində iki qrupa bölmək mümkündür. Adlı halda olanlar və obyekt halda olanlardır. Adlı halda olanları biz cümlənin əvvəlində işlədirik. Məsələn, I, mən, you, sən, he, she, it, o, we, biz, you, siz, they, onlar. Deməli, he, she, it üçü də o deməkdir. Lakin he-ni biz kişilər üçün, she-ni qadınlar üçün, it-i isə cansız və heyvanlar üçün istifadə olunur. Obyekt halda olanlar isə me, məni, mənə, you, səni, sənə, him, onu, ona, her, onu, ona, it, onu, ona, us, bizi, bizə, you, sizi, sizə, them isə onları deməkdir. Deməli, him yenə kişilər üçün istifadə olunur, her qadınlar üçün, it isə cansız və heyvanlar üçündür. Və biz bunları feildən və yaxud da ki, söz öndən sonra istifadə edirik. Daha sonra isə əgər ki, bizim mübtədamız şəxs əvəzliyi ilə ifadə olunmazsa, biz bunu necə çeviririk? Əgər ki, burada qadın adları və yaxud da ki, qadın bildirən hər hansı isim olarsa, biz bu zaman həmin isimləri she ilə əvəz edə bilərik. Məsələn, Gülay teaches grammar. Burada Gülay qadın adı olduğu üçün, biz onu dəyişirik she ilə. Daha sonra isə müxtəlif burada oğlan adları istifadə oluna bilər və yaxud da ki, oğlan kişi bildirən deməli sözlər ola bilər. Məsələn, waiter, bu kişi ofisant nəzərdə tutur, sonra brother, father. Bunları he ilə əvəz edə bilərik. Əgər ki, cansız, heyvan, ölkə, şəhər adları varsa, bu it olur. Və bütün, əgər ki, cəm isimlərdirsə, biz bunları canlı, cansız fərq olmadan they ilə əvəz edə bilərik. Məsələn, animals live in the nature. Animals-ı burada they ilə əvəz etmək mümkündür. Daha sonra isə, əgər ki, bizdə yəlik halda olan isim verirsə, biz burada yəlik əvəzini deyil də, ondan sonraki ismə baxırıq. Məsələn, burada her qadını bildirir, amma ki, ondan sonra nə işlənib? Her son, onun oğlu. Deməli, biz burada əsas oğlu götürürük və bütövlükdə o hissəni dəyişirik və olur nə? His lessons, yəni onun oğlunun dərsləri. Daha sonra isə deməli, bizdə yəlik əvəzlikləri var və yəlik əvəzlikləri də iki qrupa bölünür. Aslı olanlar və müstəqil olanlar. Aslı olanlar biz həmçinin adjective pronouns deyirik. Niyə deyirik? Çünki həmin bu aslı olanlar mütləq isimlə işlənməlidir. Yəni, ismin əvvəlində işlənir. Bir növ sifət rolunda olur. Və buna görə də biz onlara adjective pronouns deyirik. My, mənim, your, sənin, his, onun, her, onun, it is, onun, our, bizim, your, sizin, their, onların bu şəkildə. Məsələn, my friend, your mother, etc. Müstəqil olanlar isə asıldan fərqli olaraq isimsiz işlənir. Yəni, mine, yours, his, hers, it is, ours, yours, theirs bu şəkildə. Daha sonra isə biz normalda, bunu necə düzəldirik? Fidan is my friend. Amma bunu həmçinin belə deyim ki, ofla, yəni cansızların bir növ yəlik halında da düzəltmək olur. Məsələn, Fidan is a friend of mine. Daha sonra isə biz all-u yəlik əvəzi ilə əvvəldə işlədirik. Məsələn, all my life, amma whole isə isim və yəlik əvəzinin ortasında işlənir. My whole life. Daha sonra isə əgər ki, on varsa, bu zaman yəlik əvəzi istifadə edirik. Yəni, on my own, özüm. Əgər ki, by varsa, bu zaman biz qayıdış əvəzindən istifadə edirik. Məsələn, by myself. Daha sonra isə testdə daha çox rast gələnlərdən biri nədir? It is və it apostrofinin s-in fərqi. Deməli, it is bizdə yəlik əvəzi edir və özündən sonra deməli ki, çox vaxtı isim tələb edir. Məsələn, it is language, onun dili. Amma it apostrofi s-ə it is-in qısaldılmış haldır. Yəni, bu bir növ verir ki, ismi xəbərdir və biz bundan sonra sifət və yaxud da ki, artikel istifadə edə bilərik. Məsələn, it is easy, bu asandır. Deməli, biz burada sifət istifadə edirik. Və yaxud da ki, it is a good idea. Bundan sonra isə artikel gəldi. It apostrofi həmçinin, məsələn, it has-in də qısaldılmış hal ola bilər. Daha sonra isə bizdə deməli var qayıdış əvəzlikləri. Qayıdış əvəzlikləri əsasən nə isə özümüzün etdiyini göstərir. Məsələn, myself, yourself, himself, herself, itself, ourselves, yourselves və themselves. Yəni, təklərdə self olur, cəmlərdə isə selves. Məsələn, I have done my homework myself. Yəni, mənim ev tapşırığımı özüm etmişəm.
Daha sonra isə let's-dən biz ourselves işlədirik. Çünki as burada nəyi göstərir? Birinci şəxsin cəmi. Ona görə işlədirik yenə ourselves. Daha sonra isə deməli by işlənibsə, bu zaman qayıdış əvəzlikləri olur. Yəni by myself, yourself və s. Amma my varsa deməli burada on istifadə olunur. Yəni on my own, on your own və s. Daha sonra isə bizim əgər ki cümləmiz əmr cümləsidirsə, biz bu zaman ya yourself və yaxud da ki yourselves istifadə edirik. Əmr cümləsi olduğunsa necə başa düşür? Cümlədə yəni mübtəda olmur. Yalnız feillə, xəbərlə başlayır. Daha sonra isə əgər ki cümlədə xitab işlənərsə, xitabdan asılı olaraq ya biz yourself istifadə edirik, ya da ki yourselves. Əgər ki yəni bizim xitabımız təkdədirsə, bu zaman olur yourself, cəmdədirsə olur yourselves. Məsələn, ilkin cümləmizdə bu bir xitab deyil, sadəcə ki normal cümlədir. Gör ki boys nədə istifadə olunub? Cəmdədir və ona görə biz themselves işlətmişik. Yox, əgər ki boy təkdə olsaydı, onda himself istifadə edərdik. Amma üçüncü və ikinci cümləmizdə görürük ki, bizdə xitab var. Ya yourself işlədirik, ya da ki yourselves. Gör ki boy təkdədir, ona görə olur yourself, amma cəmdədirsə olur yourselves. Daha sonra isə bizdə qarşılıq əvəzliklər var. Each other və one another-dır. Each other deməli bir-birinə deməkdir. Həmçinin bir-birini iki şəxs arasındakı münasibəti bildirir. Məsələn, Aytaç və Fidan support each other. Aytaç və Fidan bir-birini dəstəkləyir. Yəni burada açar sözlərimiz əsasən both, to və s. bunlar olur. Yəni both da elə həm-həmdə deməkdir. Yəni iki olan nəyisə göstərir. One another isə ikidən artıq şəxs arasındakı münasibəti ifadə edir. Və qarşılıq əvəzliklərin ümumiyyətlə cəm forması olmur. Yalnız biz onları yəlik halda istifadə edə bilərik və yəlik hallarda apostrofi s olur. Yəni s apostrofi ola bilməz. Daha sonra isə işarə əvəzlikləri var. İşarə əvəzlikləri isə this, that, this, those, daha sonra such, the same və s. bunlardır. Əgər ki bizim ismimiz zaman və yaxud da ki məkan olaraq yaxındadırsa, bu zaman this və these-dən istifadə edirik. Əgər ki isim təkdədirsə this, cəmlədirsə these olur. Və bizim açar sözlərimiz isə here, over here, yəni burada sözlərdir. Yox, bizim ismimiz bizdən zaman və yaxud da ki məkan olaraq uzaqdadırsa, bu zaman that və those olur. Təkdədirsə that olur, cəmlədirsə those olur. Daha sonra isə suchdan sonra biz isim istifadə edirik. Yəni ismim ya isim olur, ya da ki sifət plus isim. Mənası elə belə deməkdir və əgər ismimiz sayılanırsa artikel işlənir, yox sayılmayandırsa işlətmirik. Daha sonra isə deməli bizə so var. So isə saçdan fərqli olaraq özündən sonra sifət və yaxud da ki zərf istifadə edir, zərf tələb edir. O halda ki isim işlənə bilər, özündən sonra gəl much, many, little, few bunlar varsa onda işlənir, onlar yoxdursa demək olar ki işlənmir. Daha sonra isə the same, eyni, həmin deməkdir və hər zaman the article ilə istifadə olunur. Daha sonra isə bizə deməli sual əvəzlikləri var. Sual əvəzlikləri də who, whom, whose, which və what bunlardır. Və sual cümləsinin quruluşu isə sual əvəzlikləri, köməkçi feil, daha sonra mübtəda və əsas feilimiz olur. Məsələn, what are you doing bu şəkildə. Köməkçi feillərimiz yəni çoxdur. Is, are, am, daha sonra məsələn does, do və s. bunlardır. Yəni digərləri də var, təbii ki, çoxdur. Daha sonra isə deməli biz dedik ki, sual əvəzliklərindən sonra birbaşa feil işlənmir. Əvvəlcə bizim köməkçi feilimiz istifadə olunur. Amma what və who bizdə mübtəda rolundadırsa, biz o zaman onlardan sonra birbaşa deməli feil istifadə edə bilərik. Daha sonra isə məsələn burada səhv qeyd etmişəm. Yəni birbaşa feil yazmalıydım. Orada isim yazmışam. Yəni gördüyünüz kimi oradan sonra feil işlənib. Yəni burada söz önü üstə gəlsin, yəni whom ola bilər. Daha sonra isə yəni who cümlədə yəni bizim digər sözlərimiz olur. Ondan sonra isə deməli bizdə söz önü istifadə olunur. Daha sonra isə deməli who'dan sonra isim istifadə olunur. Yəni mənsubiyyəti bildirir. Daha sonra isə deməli which'dən sonra bizdə isim istifadə olunur. Və həmçinin which'dən sonra biz of-da istifadə edə bilirik. Amma burada yenə cəm isim tək xəbər şəklində olur. Məsələn, deyirəm ki, which of the students works hard.
Daha sonra isə deməli whatdan sonra yenə isim həmçinin istifadə edə bilirik. Yəni isimsiz də ola bilər və əsasən cansızları nəzərdə tutur. Məsələn, what do you see there? Orada nə görürsən və yaxud da ki, what do you see in the sky? Səmada nə görürsən? Və əgər ki, bir insanın peşəsini soruşuruqsa, bu zaman whatdan istifadə edə bilərik. Məsələn, what is she? Mənası budur ki, o nəçidir. Mənası cavab olaraqsa deyə bilərik ki, məsələn, she's a teacher, she's a doctor və s. Və əgər ki, ismi xəbər olarsa, bu zaman bizim xəbərimiz mübtəda ilə uzlaşmalıdır. Gör ki, plan təklədir, xəbərimiz də təklə olmalıdır. Daha sonra isə deməli nisbi əvəzliklərimiz var. Who, whom, whose, which, that. Yəni nisbi əvəzliklər əsasən bizim həmin cümlə üzvümüzlə bağlı əlavə məlumat vermək üçün istifadə olunur. Və burada əgər ki, bizdə deməli canlı isim varsa, yəni şəxsdən söhbət gedirsə, özündən sonra who gəlir və ondan sonra isə xəbər işlənir. Və burada yenə əgər ki, şəxs işlənibsə, daha sonra yəni whom işlənir. Ondan sonra isə deməli bizdə yenə şəxs işlənir. Yəni burada şəxs dedikdə məsələn əvəzli ola bilər və yaxud da ki, digər yəni həmçinin şəxs bilən isimlər də ola bilər. Daha sonra isə yenə bizdə şəxs işlənir, sonra whose olur, sonra isə isim işlənir. Yəni hər hansı bir əşya ki, yəni əvvəlki yəni ismə məxsusdur. Cansızlarla isə biz deməli which-dən istifadə edirik. Burada isə həmçinin nümunələr var və isimdən sonra isə what işləmir. Çünki elə what bir növ ismin özünü əvəz edir. Məsələn, ilk cümləmizdə deyirəm ki, I can't hear what you are saying. Mən sənin nə dediyini eşidə bilmirəm. Daha sonra isə deyirəm ki, I can't hear the words you are saying. Sənin dediyin sözləri eşidə bilmirəm. Yəni burada what the words-ü, yəni dediyin sözləri əvəz edir bir növ. Daha sonra isə whose əsasən canlılardan istifadə olunur. Amma cansızlardan da istifadə olunduğu məqamlar da yəni təbii ki də mümkündür. Məsələn, I can't find the book whose pages were torn. Mən kitabı tapa bilmirəm, hansı ki onun səhifələri cırılıb. Yəni deməli burada nədir? Həmişə bunu da istifadə edə bilirik. Daha sonra isə whom-u biz who, that və yaxud da ki boşluqdan əvəz edə bilirik. Daha sonra isə that, deməli who, whom which-dən əvəz oluna bilir. Daha sonra isə cansız isim üstə gəlsin söz önü varsa bu zaman which istifadə olunur. Canlı isim üstə gəlsin söz önü varsa bu zaman isə whom-dan istifadə olunur. Bağlayıcı əvəzliklərdə xüsusi olaraq bir şey yoxdur. Demək olar ki, əvvəlkilərdən eynidir. Sadəcə ki, yəni burada müəyyən ifadələr bir-birinə bağlaya bilir. Məsələn, I can't remember what he said. Yəni mən xatırlaya bilmirəm o nə dedi. Yəni bir növ cümlə üzvlərini yəni bağlayır. Məsələn deyirəm ki, I can't remember, mən xatırlaya bilmirəm. Nəyi xatırlaya bilmirəm, onun nə dediyini. Yəni deməli burada bu isə nədir? Tamamlıq kimi gedir. Daha sonra isə inkar əvəzlikləri, deməli no, none, neither, no one, nobody, nothing bunlardır. Deməli biz törəmələrdən sonra isim istifadə etmirik, onlardan sonra else-dən istifadə edə bilərik və tək xəbərdə olur. No-dan sonra article istifadə olunmur və bu həmçinin topluda da yəni çox rast gəlinir və özündən sonra sayılan tək, cəm, sayılmayan isim işlənə bilir. Yəni heç bir məhdudiyyət yoxdur. Bu da həmçinin topluda var. Daha sonra isə no-dan sonra article istifadə olunmur, some, eyni bunlar istifadə olunmur. Not-dan sonra da yəni biz əgər ki eğer artikelləri varsa, yəni daha doğrusu sayıla bilən tək isim varsa, eğer artikelləri istifadə edirik və not-dan sonra əgər ki eyni varsa, bu zaman ya sayıla bilən cəm ya da ki sayıla bilməyən isim olur. Yəni mütləq ki not-la isim arasında nəsə bir şey istifadə olmalıdır. Daha sonra isə none deməli isimsiz istifadə olunur. Əgər none of varsa bu zaman cəm isim tək xəbər şəklində işlənir. Neither isə deməli ikisindən heç biri deməkdir. Yəni sayılan tək isimlə işlənir. Əgər ki yəni of işlənərsə, yəni biz bu zaman cəm isim tək xəbər şəklində istifadə edə bilərik. Amma neither-dan none arasındakı fərq odur ki, neither 2 bildirir əsasən, yəni ikisindən heç biri, amma none 2-dən daha çox olur. 3, 4, 5 və yəni və s. Daha sonra isə qeyri-müəyyən əvəzlikləri isə deməli burada hansıdır? Məsələn, some, eyni. Bunlardan sonra isim ya sayılan cəm olur, ya da ki sayıla bilməyən olur. Some-ı biz əsasən təsdiq cümlədə istifadə edirik, amma ki bəzi hallarda xahiş, təklif bildirdikdə biz həmçinin sual cümləsində istifadə edə bilərik. Məsələn, would you like,
can I have bu tipli sözlərdən başlayırsa, deməli bu xahiş bildirir və some'la ola bilər. Məsələn, can I have some milk? Mən biraz süd ala bilərəmmi? Və s. Amma ki, some bir neçə bir qədər bəzi mənalarda yəni olur və deməli, əgər ki, some inkar cümlədə işlətmək istəyiriksə some'ı, bu zaman onu cümlənin əvvəlində olmalıdır. Yəni bir növ inkardan əvvəl işlənməlidir. Yəni biz deyirik ki, inkardan sonra some olmur, amma inkardan əvvəl işlənə bilər. Məsələn, some students don't like going to school. Bəzi tələbələr məktəbə getməyi xoşlamır. Daha sonra isə any əsasən inkar və sualda işlənir. Məsələn, I don't like any books. Mən heç bir kitabı xoşlamıram. Və yaxud da deyirəm ki, do you have any books? Sənin heç kitabın var. Amma ki, any-ni biz təsdiq cümlədə istifadə etdikdə o, hər hansı biri istənilən mənasını verir. Məsələn, deyirəm ki, you can come at any time. Sən istədiyin vaxt gələ bilərsən. Və əgər ismin adı çəkilibsə, bizim onun ikinci dəfə ismin adını deməyimizə ehtiyac yoxdur. Any və some'ı yəni tək olaraq istifadə edə bilərik, yəni isimsiz. Yenə bizim törəmələrimiz var. Yəni somebody, something, someone, anyone, anything, anybody. Bunlardan sonra isə isim istifadə etmirik. Yəni ondan sonra else istifadə edə bilərik. Else'in özü də həmçinin sual əvəzliklərindən sonra da işlənə bilir. Əgər ki, cümlədə hardly, if, without varsa, yəni bunlar bildiyim ki, any və onun törəmələrini istifadə olunur. Çünki hardly çətinliklə deməkdir. Yəni inkar mənasını daşıyır. If əgərdir, mı, bu mənalar verir. Yəni bir növ sual mənası daşıyır. Without isə yəni siz deməkdir. Yəni bu da inkarlıq mənasındadır. Daha sonra isə təyin əvəzliklərdən, yəni ilki oldu. Ol deməli həm hamı mənasını bildirir, həmçinin hər şey mənasıdır. Əgər ki, hamı mənasındadırsa, cəm xəbərdə olur. Hər şey mənasındadırsa, tək xəbərdə olur. Məsələn, deyirəm ki, all is ready on the table, but nobody eats. Hər şey deməli stolda hazırdır, amma heç kəs yemir. Bir deyim ki, all speak, so there is a lot of noise. Hər kəs danışır, ona görə çoxlu səs var. Deməli, ikincidə hər kəs deyirəm, yəni hamı, ona görə xəbər cəmdə işlədirəm. Yox, əgər ol bizdə təyin kimi çıxış edirsə, deməli, bu zaman özünə sonra sayıla bilən cəm, ya da ki, sayıla bilmən isim işlənməlidir. Daha sonra isə each və every'nin müəyyən bir oxşarlıqları var. Özünə sonra sayılan tək və tək xəbər tələb edir. Amma fərqi ondadır ki, each'dən sonra biz of işlədə bilirik, amma every'dən sonra işlədə bilmirik. Every'dən həmçinin törəmələr yarada bilirik, amma each'dən düzəldə bilmirik. Yəni every'dən yəni, o halda of işlədə bilərik ki, every one şəkildə olduqda. Daha sonra isə either deməli bizdə tək isim, tək xəbər tələb edir. Və burada həmçinin üçündə də əgər of işlənibsə, deməli biz cəm isim, tək xəbər istifadə edirik. Bu sizə hər ikisi mənasındadır. Cəm isim, yəni cəm xəbər tələb edir. Yenə əgər ki, both of varsa, yenə cəm isim, cəm xəbər olur və biz onu inkarda işlədə bilmirik. Daha sonra isə another deməli sayıla bilən tək isimlə istifadə olunur. Həmçinin one-la da işlədə bilər və tək xəbər olur. Daha sonra isə others'dan sonra isim olmaz, amma cəm xəbər olur. Other'dan sonra isə biz sayıla bilən cəm və yaxud da ki, sayıla bilməyən isim istifadə edirik. Daha sonra isə yerlik əvəzliyi deməli var bizdə və yaxud da ki, yerlik əvəzliyindən sonra other istifadə edə bilərik. Məsələn, my other book, mənim digər kitabım. Və yaxud da ki, no other, bu da həmçinin topuda çox rast gəlinir. Daha sonra isə the other və the others. Deməli, the other özündən sonra yəni isimlə istifadə oluna bilir və yaxud da ki, yəni isimsiz də istifadə oluna bilirdi, səhv etmirəmsə. Deməli, burada baxırıq ki, the other özünü bildim ki, müəyyən bir say olduqda, dəqiq bir rəqəm olduqda biz bu halda istifadə edə bilirik. Məsələn, deyirəm ki, I know 3 languages, mən 3 dil bilirəm. One is Azərbaycani, biri Azərbaycan dilidir. Another is English, digəri ingilisdir. The other is Chinese, yəni digəri isə deməli Çin dilidir. Və burada the other əsasən müəyyən bir sadalanma olur və onun sonuncusu nəzərdə tutur. Və the other isə yəni the other-ı oxşuyur. Amma ki, burada isimsiz istifadə olunur və cəm xəbər olur. Yenə burada da həmçinin dəqiq say və rəqəm yəni olduqda istifadə olunur bu şəkildə.